Salam əziz izləyicilər. Bu əldə düzəltmə qida blokudur, tənzimlənən qida bloku. Hardasa 23-24 volta qədər sıfırdan gərginlik verə bilir. Bu transformatoru görürsünüz, nə boyda bir həngamədir. Bu adi qələmdir. Görürsünüz, nə boyda. Bu da onun körpü sxemidir. Diodlar görün, nə boydadır. Belə bir şey. Bu transformatorlar üzərində qurulan qida bloklarına xətti qida blokları deyirlər. Təxminən belə fərqləndirirlər də. Çünki bu transformatorun özünə də xətti deyirlər, xətti transformatorlar. Bir başqa transformatorlar da var ki, onlara impuls transformatorları deyirlər. Küçük bir ferromagnet maqnitoprovod üzərində yıxılır. Ferromagnet. Amma o yüksək tezliklə işlədiyinə görə əlavə bir qalaq detallardan istifadə olunur ki, onu düzləndirsinlər, sonra sabit cərəyanla yüksək tezlikli cərəyan alsınlar, sonra yüksək tezlikli cərəyanı versinlər impuls transformatoruna. Məqsəd nədir burada? Məqsəd həm qiymətdə, dəyərdə, həm də həcmdə qazanmaqdır. Bax, bu Paltaryuyan maşının xətti transformatorudur. Bax, gördünüz, sarğısı, balaca bir şey. Bax, bu da maqnit ötürücüsü, maqnitoprovod deyirlər. Bax, qara ferritdən hazırlanır, kövrək materialdır. Zərbə dəyəndə sınır. Bax, buna impuls transformatorları deyirlər, bu cür transformatorlara. Fərqini görə bildiniz də. Dolaqlar da misdəndir. Mis də bahalı bir metaldır. İndi inşallah bu günlərdə, sabahda zadda nəzərdə tutmuşuq ki, bir dənə o impuls transformatorları üzərində yığılma, tənzimlənən qida bloku yığaq, təcrübə olaraq göstərək sizə. Sağ olun.